Bu mədəniyyət evi bax bu ərazidə idi o vaxt. Şuşanın ən ağır günləri idi. Rıza bəy də Şuşaya gəlmişdi. Bax, məsələn, burada mənim tanıdıqlarım o vaxtı aparıcı insanlardan Kərim Kərimli idi, Şuşa qəzetinin müxbiri idi ki, Şuşa məlumatlarını Respublikaya çatdırırdı. Sonra Umudvar bəy idi tanıdığım, rəhmətli milli qəhrəmanımız Ramiz Qəmbərovdur. Mən də bu insanların içində olmağım bizim batalyon komandiri rəhmətli Tofiq Oğuz elə bir ki, Rıza bəyin təhlükəsizliyini mənə tapşırmışdı. Şuşada Rıza bəyi mən qoruyurdum. Ona görə Rıza bəy hara geçsəydi, onun yanında mən olurdum. Şuşanın ki, bizim əlimizdən getməyinin ən əsas səbəbi o vaxtı vahid komandanlığın olmaması, hakimiyyət uğrunda gedən mübarizələr, hərə dərədə bir bəylik eləyirdi, heç bir söz demək olmurdu, kimisə hansısa bir komandanlıq altında tabe edib saxlamaq olmurdu. Bax, bu səbəbdən biz o vaxtı Şuşanı uduzduq. Amma gəncz nəslimizin bizim o təcrübəmizdən deyim, nə tərsə də istifadə etməkləri, əl xüsusla vahid komandanlığın olmağı bizə 44 gündə Şuşanı təzədən qaytardı. Otuz ildən sonra ki, buraya gəlmişəm, hələ heç inanmağım gəlmir. Elə bir ki, nağıllar aləminə düşmüşəm də, belə sadə dillə desək. Allah Teala bu günü bizə bəxş edən şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə Allah Teala min köməyini əsirgəməsin. Bəli, onların çox igidliyin sayəsində biz nəhayət ki, ən qədim mədəniyyət yurdumuz olan Şuşaya bu gün qovuşmuşuq.